Anne, qonaqlara can gələcək. Biraz tez elə də, ay Nuhbala, harda qaldın? Gəl, çıx da. Hə qızım, tut. Bu sənin? İndi sən vur. Bu da sənin. Bacararsan? Yox, mən bunu istəmirəm. Ver görüm. Biraz düyünü çox eləyək ki, axşam kirayeşinlərimiz gələcək. Hə, apar bunu. Gəlirəm. Bax belə. Ay, sağ ol. Uzun idi. Özünüzü yaxşı aparın ha. Yumruq. Sonra ayrı sənənəm, eşidirsən? Özünüzü yaxşı aparın deyirəm. Sonra kirayeşinlərimiz deməsinlər ki, bunlar nə tərbiyəsiz uşaqlardılar. Nuhbala, ay Nuhbala. Nədir? Onu demək istəyirəm ki, sən də özünü kirayeşinlərin yanında yaxşı apar. Sonra deməsinlər ki, nə tərbiyəsiz uşaqlardılar. Mənim onlarla nə işim var? Mən bostanda işləyəcəyəm. Sən buna deyinən, toplana. Yad adam görən kimi bir hayhəşir salır ki, gəl görəsən. Salam verin. Nuhbala. Gözəl. Ay Nuhbala, gəl aparım. Ay, sağ ol. Söz ala bilin. Salam verin. Salam verin. Yaxşı, bəs bu evin kişisi hardadır? İşdədir. İşdədir. Ha, əsas vacib məsələ Əlbəttə. işdir. Ay, isti var ha. Buyurun. Ha, sağ ol. Bu pəhlivana görə ilişib qalmışıq Bakıda. İnstituta giririk, Allah instituta. saxlasın, xoşbaxt olsun. Dostaşlanın canı sağ olsun. Dostaşlasız bir günümüz olmasın. Bircə itimiz çatmırdı. Uşaqların ürəyi düşdü ya. Qorxmayın ay bacı, bizim it tutan deyil. Bu nədir? Necə yəni qorxmayın? İtə görə uşaqlar evdə oturacaqlar. Dedim ki, qorxmayın da, bu it tutan deyil. Ay balam narahat olmağına değməz. İtdi də zəncirləyərlər, qutarar gedər. Elə deyil qızım. Nə gözlərinizi döyürsünüz, gəlin aparın bunu da. Toplayın, gəlin. Çılpaq yatırsan. Mən həmişə belə yatıram. Bütün günü paltarda oluruq. Bədən gərək nəfəs alar. Yaşımızın elə vaxtıdır ki, gərək özümüzə fikir verək. Yoxsa günü-gündən geri düşərik. Bax, misal üçün sən özün səhər yoxdan durub neynəmsən? Səhər neynəyərlər? Əlüzümü yuyuram. Soyuq suyla? Mərhaba. Sudan ancaq cavan qızlar yuyuna bilər. Bizim yaşımıza yaramaz. Soyuq deyərləmi? Soyuq dəyməz, dərimiz koronar, dəriyə ziyandır. Gərək lasiyonla siləsən özünü, krem çəkəsən. Sabahı xeyir olsun, axşam zakaz elədiklərimizi gətirmişsiniz, minnətdaram. Bax, misal üçün, deyin mənə görüm, xiyardan, pomidordan, ümumiyyətlə tərəvəzdən necə istifadə edirsiniz? Qəşəng salatlar eləyirik. Mərhaba. Hə də, özünü yeyirik, qabığında tulluyuruq. Mərhaba. Belə edirsiniz, kökəlirsiniz də. Mən heç kökəlmirəm, nə bilim. Fikir eləmə. Kökələrsən. Fikir eləmirəm. Bilirsiniz, nə badə qabığını tullayasınız. Tərəvəzin qabığında küllü miqdarda vitamin vardır. Onlardan səmərəli istifadə etmək lazımdır. Xiyar qabığı dəridə qırışların qarşısına alır. Nəysə, vaxt olar göstərərəm. Zəhmət olmasa onları qoysun. Neynək, bu dəqiqə. Başqa üçün. Deyirəm, elə oturasan səhərdən axşamacan burada, dən səfəsən toğ cücüyə. Ləzzətdir valla. Amma bir iş var ki, daha toğlarda da dad tam qalmıyor. Sənin canın üçün, ay yox, sənin canı van içmərəm, sənin canın artıqdır mənim üçün dünyalar qədər. Bizim rayonda toğlar vardı ki, rəngi alabəzək, göy qurşağı kimi. Amma indi... Hey, qardaş, indi hərdən ki yolum düşür o doğma yerlərə, baxıb nə görsəm yaxşıdır. Toğucanın rəngi ağ, inkubator riski. Deyirəm ki, hani o çil-çil anajlar, qırqol quyruqlu xoruzlar, hani? Düz deyirsən. Geçmişdə deyirlər ki, nəhəng-nəhəng dalğalar, iri-iri qayalarla döş-döşə gələrmiş. Nə oldu onlar indi, ha? Yaxşısı budur, bir pürrəngi çay vurayıq. Ay kişi, harada görünüb toğucucuya vermişil çorbası yedirsinlər. Yaxşı yadıma düşdü. İtin yeməyinin vaxtıdır. Toplan da gözümə dəydir. Əşi, nə olacaq, itdi də, indi gizlənib yəqin kölgəliklərin birində. Atam rəhmətli deyərdi ki... Allah rəhmət eləsin. Allah ölənlərimə rəhmət eləsin. Kişi gərək 3 dənə şeyi gizlin saxlasın. Birinci pulu. Pulu. Pulun ki çox oldu, düşmənin də çox olacaq. Gərək qədərin bildirməyəsən. İkinci arla. Üçüncü getdiyin yeri.
Gərək bildirməyəsən ki, hara gedirsən. Şamaxıdasan, gələ deyəsən ki, Ağsuduyam. Qoy Ağsuda axtarsınlar səni. Mirzə! Ağa Mirzə tez elə də su soyur. Gəldim. Bu cür hacırda isti su ne edirsən? Arvadağa 2 gündən bir başın yuyur. Bizimki də belədir də, gərək mən su töküm, o da yuyulsun. Gəldim, gözümün işığı. Gəldim, anaş. Bərəkallah. Qabiliyyət yesin. Dişin ağrıyır. Niye yemişsen? Hara gittin? Ana, o fili yemeğin içine pardiye. Afere gayet geri. Adam gibi stolun arkasında otur ye. Hadi burada. Toplan. Yeme istiyorsan. He? Al ye. Tatlı diye papacanı. Götür de toplan. Zəhmət çəkmə qızım, nəfsi tox et. Özgə əlindən yemiş. Qurtardıq alma söhbətini. Gedin. Gedin işinizə gücünüzə. Bir də mənim başımı belə xırda söhbətlərlə qarışdırmayın. Cəmaat gözləyir. Gedin. Mamedov. Bəli. Apar bu kişiyə elə alma ver ki, bizdən narazı qalmasın. Başla. Buyurun. Oğlan gəlmisən, qız. Oğlan gəlməyinə oğlan gəlmişəm. Amma çətindir. Hər şey daşdan çıxır. Çətindir deyirsən, hə? Əlbəttə çətin. Bu dünyada asan iş var be ya. Maşının da mitili çıxıb. Təzələmək də istəmirsən. Ağa Mirzə müəllim, kimlə lazımdır söhbət eləmişəm. Hər şey əla olacaq. Ha? Yaxşı. Nə